Hollandiyalı diş həkimi paradontoloq Tim Thomasen müəyyən edib ki, dişlərin sağlamlığına ən böyük töhfəni bahalı cihazlar deyil, sadə gündəlik vərdişlər verir. Yenavaz.com xəbər verir ki, bu barədə Amsterdam Universitetinin rəsmi veb səhifəsində məlumat dərc olunub. Bildirilib ki, alim onlarla klinik tədqiqatı təhlil edib, müxtəlif növ diş fırçalarının effektivliyini müqayisə edib və təmizləmə müddətinin dişlərin və diş ətlərinin vəziyyətinə necə təsir etdiyini araşdırıb. Qeyd olunub ki, bugün ağız boşluğunun karies və diş əti iltihabı kimi xəstəliklər demək olar ki, 3,5 milyard insana təsir edir. Bu problemlərin əsas səbəbi çox vaxt diş hərpidir. Buna görə də stomatoloqların əsas tövsiyəsi dişlərin müntəzəm təmizlənməsi olaraq qalır. Bəs dişləri yaxşı təmizləmək dedikdə nə nəzərdə tutulur? Thomasen müəyyən edib ki, qabaqcıl texnologiyaların vacibliyi barədə geniş yayılmış təsəvvürlər xeyli dərəcədə şişirdilib. Onun sözlərinə görə real həyatda elektrik diş fırçalarının müxtəlif növlər arasındakı fərqlər minimaldır. Bu isə əsas amilin cihazın özü deyil, ondan istifadə edən şəxs olduğunu göstərir. Alim təsdiqləyib ki, elektrik diş fırçaları diş hərpini adi diş fırçalarına nisbətən daha yaxşı təmizləyir. Lakin iki əsas növ fırlanan və səs diş fırçaları arasında praktiki olaraq heç bir fərq yoxdur. Thomasen hesab edir ki, istehsalçılar daha bahalı modellər yaratmağa deyil, insanların təmizləmə texnikasını yaxşılaşdırmağa kömək edəcək əlçatan dizayna və maarifləndirici proqramlara sərmayə qoymalıdırlar. Alim həmçinin müxtəlif ölkələrin stomatoloji assosiasiyalarının tövsiyələrini araşdırıb. Məlum olub ki, təşkilatçıların yalnız 1/3-i diş qulluğu ilə bağlı ətraflı və aydın təlimatlar təqdim edir. Thomasen vurğulayıb ki, əlçatan və praktik məsləhətlər uğurlu profilaktika üçün son dərəcə vacibdir. O, müxtəlif yaş qruplarına, sosial şəraitə və maliyyə imkanlarına uyğunlaşdırılmış, sübutlara əsaslanan milli tövsiyələr sisteminin yaradılmasını müdafiə edir. O, ümid edir ki, araşdırması elmi sübutlarla gündəlik stomatoloji praktika arasında körpü qurmağa kömək edəcək.